Əminəm ki, hamınız Aleksandr Dumanı tanıyırsınız. Üç müşketyor, Qraf Monte Cristo. Bəs onun özünün real həyatda yaşadığı bir macəradan, Azərbaycana, Odlar yurduna səyahətindən xəbəriniz varmı? Gəlin görək, bu dahi yazıcı burada nə kimi inanılmaz şeylər görmüşdü. Baxın, elə Dumanın öz sözləri ilə başlayaq. O, Qafqaza sadəcə bir dağ silsiləsi kimi baxmırdı, yox. Onun üçün bura sanki bir nağıllar aləmi idi. Möhtəşəm bir qala, əlçatmaz bir zirvə. Bu sözlər əslində onun macəra ruhunu, bu torpaqlara gəlməzdən əvvəl belə beynində necə bir epik hekayə qurduğunu göstərir. Yaxşı, gəlin əvvəlcə qəhrəmanımızı biraz daha yaxından tanıyaq. Biz Dumanı əsərləri ilə tanıyırıq, elə deyilmi? Amma o, sadəcə kabinetində oturub yazan biri değildi. Yox, əsla. O, eyni zamanda yerində dura bilməyən, daim yeni təcrübələr, yeni hekayələr axtaran bir səyyah idi. Deyim ki, onun öz həyatı yazdığı romanlardan heç də geri qalmırdı. Bu tarixlərə bir nəzər salaq. Baxın, Üç müşketyor və Qraf Monte Cristo kimi şah əsərlər 1844-cü ildə yazılıb. Qafqaz səyahəti isə 1858-də. Yəni, artıq dünya şöhrətli bir yazıcı olandan sonra o rahatlıqla Parisdə həyatını davam etdirə bilərdi. Amma etmədi. Bu da onu göstərir ki, onun üçün macəra sadəcə kitablarda değildi. O, bu hekayələri yaşamaq istəyirdi. İndi isə gəldik səyahətin bəlkə də ən möhtəşəm hissəsinə. Təsəvvür edin, uzun bir yoldan sonra Duma Bakıya yaxınlaşır və elə bir şeylə qarşılaşır ki, bu sadəcə ağla sığmaz idi. Sanki təbiətin özü bütün qaydaları pozmuşdu. Onun gördüyü məhz buydu. Bir alov dənizi. Gözünüzün önünə gətirin. Bir təpənin üstündəsiniz və qarşınızda üfüqə qədər uzanan bir düzənlik alovlar içindədir. Dünya üçün bu, sanki yer kürəsinin qabığının çatladığı və içindəki odun üzə çıxdığı bir mənzərə idi. O buna başqa ad verə bilməzdi. Gəlin biraz detallara varaq. Nə idi bu gördüyü? Deməli, təxminən 1 kvadrat mil, yəni təxminən 2,5 kvadrat kilometrlik bir ərazidən söhbət gedir. Və bu ərazidə 100-ə yaxın alov dili birbaşa yerdən çıxırdı. Külək əsir, onları rəqs etdirir, əyir, amma sönmürlər. Və bütün bu alovlu tablonun tam mərkəzində sanki bu cəhənnəmin içindən ucalan bir qala, bir məbəd var idi. İnanılmazdı, deyilmi? Yaxşı, bəs bunun sirri nə idi? Təbii ki, bugün biz bilirik ki, bu bir möcüzə deyil, elmi bir izahı var. Yerin dərinliklərindən sızan təbii qaz, əsasən də metan, səthə çıxır və hər hansı bir qığılcımdan, məsələn, ildırımdan alışıb əsrlərlə, hətta minilliklərlə yana bilir. Amma özünüzü o dövrün insanının yerinə qoyun. Onlar üçün bu elmi bir hadisə değildi. Bu, ilahi bir güc idi, müqəddəs bir ocaq idi. Və hekayə burada bitmir. Problem o idi ki, alov təkcə quruda değildi. Duma öz gözləri ilə Xəzər dənizinin üstünün necə alovlandığını görmüşdü. Gəmiləri ilə yanan suyun içindən keçirdilər. O bunu necə təsvir edir? Deyir ki, biz sözün tam mənasında od alovun arasıyla üzürdük. Sanki Yunan mifologiyasındakı o alovlu çaylardan birində idilər. Dəhşətli, amma eyni zamanda möhtəşəm bir mənzərə. Yaxşı, bütün bu alov dənizinin mərkəzindəki o sirli məbədə atəşqaha gəlib çıxdıq. Bura səyahətin əsl zirvə nöqtəsi idi. Gəlin indi Tuma ilə birlikdə o qapıdan içəri addımlayaq. Məbədin içinə baxaq. Deməli, şərq tərəfdə tək bir qapıdan girirsən. Qarşında böyük kvadrat bir həyət açılır. Həyətin divarları boyunca isə ibadət edənlər üçün kiçik, tək nəfərli hücrələr, yəni otaqlar var. Təxminən 20 dənə. Və tam ortada məbədin ürəyi, günbəzli bir mehrab. Onun da 4 küncündə nəhəng ocaqlar, mərkəzində isə heç vaxt sönməyən əsas alov yanır. Bütün memarlıq bu mərkəzi alovun ətrafında qurulub. Amma Dumanın ziyarəti sıradan bir gün değildi. Yox, o çox xüsusi bir qonaq idi və məbəddə yaşayanlar onun şərəfinə əsl alov şousu düzətmişdilər. Məbəddə harda alov yandırmaq mümkündürsə, hər yeri yandırmışdılar. Damları, divar oyuqlarını, mehrabın kənarlarını, hər yer alov içində idi. Təsəvvür edin, necə möhtəşəm bir qarşılanma olub. Yaxşı, bəs bu qədər möhtəşəm bir yerdə yaşayanlar kimləri idi? Bax, Dumanın yazıları məhz buna görə çox dəyərlidir. O, təkcə daşı, divarı təsvir etməyib. O, yox olmaqda olan bir inancın, bir mədəniyyətin son nəfəslərinə şahidlik edib və buna bizim üçün qeydə alıb. Onun bu sözlərinə fikir verin. Heyf, atəşpərəstləri görmək istəyənlər tələsməlidirlər. Burada bir kədər, bir təəssüf hissi var, elə deyilmi? O başa düşürdü ki, gördüyü bu mənzərə tarixin son səhifələrindən biridir. Sanki bizə, gələcək nəsillərə səslənir ki, gəlin görün, çünki sabah bura boş olacaq. Bəs o tələsmək lazım olan son atəşpərəstlər neçə nəfər idi? Onlar yüzlərlə, bəlkə onlarla idilar? Yox, cəmi 3 nəfər.
Bəli, düz eşitdiniz. Bütün o nəhəng məbəddə minillik bir inancın son keşikçisi cəmi 3 adam idi. Bütün bir dinin yükü onların çiynində idi. Kim idi bu 3 nəfər? Biri yaşlı bir keşiş idi, artıq qocalmışdı. Digər ikisi isə 30-35 yaşlarındakı cavan oğlan. Və ən təsirli hekayə də məhz onlardan biri ilə bağlıdır. O, bu sönən ocağı canlı saxlamaq üçün ta Hindistandan bura gəlmişdi. Minlərlə kilometr yolu qət etmişdi ki, bu inancı ölməsin. Bax, fədakarlıq budur. Onların ibadət mərasimini də izləyib və gördükləri çox maraqlı olub. Bu sırf zərdüştlük deyildi. Bəli, o da sitayiş əsası idi, bu zərdüştlükdən gəlirdi. Amma eyni zamanda Hindistandan gələn o rahiblər özləri ilə hinduizm elementlərini də gətirmişdilər. Ona görə də mərasimlərdə hər iki dinin ayinləri, duaları bir-birinə qarışmışdı. Hətta hücrələrdə hindu tanrılarının heykəlləri də var idi. Yəni atəşgah əslində fərqli mədəniyyətlərin bir qovuşma nöqtəsi olmuşdu. Gördüyünüz kimi Dumanın bu səyahəti adi bir turistik gəzinti deyildi. Bu sanki odun içində yoğrulmuş bir xatirə idi. O, itməkdə olan bir tarixin son səhifəsini vərəqləyirdi və yaxşı ki vərəqlədi. Çünki onun qələmi sayəsində nə o məkan, nə də o 3 nəfər unudulmadı. Və sonda sizə daha bir heyrətamiz detalı danışım. Bu, məbəddəki quyunun hekayəsidir. Bu quyunun dərinliyi təxminən 20 metr olub və içində acı, duzlu su varmış. Amma içinə yanan bir parça atanda su alışırmış. Bəli, su alova çevrilirmiş və quyu sönməz bir ocağa dönürmüş. Yəni düşünün, su və od bir-birinin ən böyük düşməni olan iki ünsür burada bir yerdəydi. Bu torpağın nə qədər qəribə olduğunun bundan daha yaxşı sübutu ola bilməz. Beləliklə, Düma nə etdi? O sadəcə gördüklərini yazmadı. O sönməkdə olan bir dünyanı, bir inancı öz hekayəsi ilə ölümsüzləşdirdi. Atəşgahın fiziki alovları bəlkə də bir gün söndü, amma Dümanın qələminin alovu sayəsində o hekayə bu gün də yanmağa davam edir. Və bu da adamı düşündürür. Bəs bizim ətrafımızda, unudulmuş hansısa bir küncdə öz hekayəçisini, öz Dümasını gözləyən daha neçə belə ölümsüz hekayə var?